Salam dəyərli müdavimlər, dəyərli müəllimlər. Bu videoda fizikaya aid olan sınağın izahına baxacağıq. Qeyd edim ki, suallarda həm bizdən taksonomiya soruşulur, həm biliyin növü soruşulur, inteqrasiya, eyni zamanda da dərin bilik səviyyəsinə aid olan suallar da var burada. Gəlin bir yerdə sualları düzgün şəkildə cavablamağa çalışaq. Qeyd edim ki, bu sınağı ancaq fizika müəllimləri yox, hər birimiz işləyə bilər. Yəni ixtisasın heç bir fərqi yoxdur. Biz ixtisası işləmirik ki, biz kurikulum işləyirik. Ona görə hər birimiz sualları düzgün şəkildə cavablandıra bilərik. Gəlin sualları bir yerdə təhlil edək. Deyir, cismin hərəkəti üçün sabit təcillə əsaslanan, sadə və mühitin müqavimətini nəzərə alan dəyişən təcilli alternativ model təqdim olunur. Deməli, uşaqlar nə hazırlayırlar? Model hazırlayırlar. Bu modelləri riyazi ifadələr, cədvəllərdən istifadə edərək müqayisə edin. Müxtəlif şəraitlərdə hansı modelin davamlı fiziki təsirlərə dair əsaslandırılmış ümumiləşdirib. Görün, burada nə qədər proses gedir. Riyazi ifadələr, cədvəllərdən istifadə edin, onları müqayisə edin, davamlı bir model hazırlayın, əsaslandırılmış fikirlər bildirin və ən əsas məsələ nə edirlər? Deyir, mühitin müqavimətini nəzərə alın, dəyişən təcili alternativ model təqdim olunur. Deməli, bu hansı səviyyədə dəyərli müdavimlərimiz? Bu şərt, baxın, buradan başlayır, bura qədər. Demək olar ki, bütün səviyyələri özündə əks elətdirir bu. Həm fərqləndirir, həm müqayisə edir, riyazi ifadələri ifadə edir və eyni zamanda model təqdim olunur. Hansı səviyyədə dəyərli müdavimlərimiz? Ümid edirəm ki, artıq cavabı özünüz tapdınız. Bəli, bu genişləndirilmiş hər şey var da demək olar ki, bunun içində. A-nı niyə götürərsiniz? Baxın, xatırlama yazıb. Model təqdim olunur, müqayisə də eləyir, əsaslandırır. Hər şey var da bunun. Bütün bilik bacarıqları elə bir birləşdirilib, sintez olunub, axırda bir model hazırlanır. Niyə mən A-nı götürüm? Bacarıq anlayış səviyyəsində qalmışıqmı? Təbii xeyr, biz model hazırlamışıq. Ona görə B-ni də silir. Hətta variant da silib çıxa bilərik də. Yəni strateji düşünmə, çünki vəziyyəti təhlil edir, uyğun modeli seçməyi tələb edir. Burada strateji düşünmə də var, əsaslandırır və s. Amma biz artıq strateji düşünməyə də keçmişik. Biz artıq model təqdim edirik. Ona görə bunu da silirik. Genişləndirilmiş düşünmə, çünki müxtəlif fiziki modellər qurmağı, onları qarşılaşdırmağı və uzun müddətli təsirləri nəzərə alaraq nəticə çıxarmağı tələb edir. Baxın, şərtdə yazılıb da müxtəlif şəraitlərdə hansı modelin davamlı fiziki təsirlərinə dair əsaslandırılmış ümumiləşdirmələr aparmaq. Bəli, bunun içində hər şey var idi. Deməli, düzgün cavabımız oldu D variantı. Digər variantlarda da bir yerdə təhlil eləyirik ki, niyə düzdür, niyə səhvdir, onu da bilək. Bacarıqlar və anlayışlar. Çünki tanış fiziki prosesləri ardıcıl şəkildə yerinə yetirmək tələb olunur. Burada elə o tələb olunurdumu? Misalı həll eləyin, qutardı getdi. Təbii ki, qutardı getdiyinə olmur da. Model təqdim eləyirlər uşaqlar. Görün nə qədər dərin bilik səviyyəsi inkişaf elədi. Ona görə yeni də çıxdıq. Düzgün cavabımız oldu D variantı. Baxırıq ikinci suala. İkinci suala nə soruşurlar bizdən? Verilmiş sürət zaman qrafikinə əsasən cismin hansı intervalda sürətinin artdığını müəyyən edin. Təcilin müsbət və mənfi olduğu hissələri göstərin. Yəni ki, cədvələ baxın, cədvəldə hansı intervalda sürət artıb, təcilin müsbət və ya mənfi olduğunu göstərməliyik. Yəni biz anlamalıyıq ki, onu deyək də, yəni harda sürət artıb, hesablayın, həll edin və s. bu anlayış və bacarıqdır. Deyir ki, indi bu tapşırığı strateji anlayış və bacarıq ikinci səviyyədə də. Deyir ki, bu tapşırığı strateji düşünmə səviyyəsini yüksəltmək üçün aşağıdakı dəyişikliklərdən hansını edə bilərik? Yəni 2-dən 3-ə qaldırmaq üçün nə edə bilərik? Nə axtarmalıyıq dəyərli müdavimlərimiz variantda? Yəni bəndlər 2 olmasa, bəndə elə eləyək ki, bəndlərdən biri 3-cü səviyyəli olsun. Gəlin variantlara baxaq. Qrafikdə sürətin artdığı intervalı müəyyən edin və nəticə düsturla hesablayın. Hesablayın, 3-cü səviyyə qalxdıq sizcə biz. Həll edin, hesablayın, müqayisə edin, ideyanı müəyyənləşdirin, mənası nədir, izah edin. Bu hansı səviyyədir? Bəli, dəyərli müdavimlər, bu ikinci səviyyədir. Bizə 3 lazımdır. Yəni 3-ə qaldırmalıyıq. Yəni B-yə baxaq. Qrafikə baxaraq cismin təcilinin müsbət mənfi olduğu hissələri rənglərlə qeyd edin. Yəni şərtdə yazıb da müsbət mənfi hissələrini göstərin və s. Yəni mən müsbəti mənfini ayırıramsa, yəni strateji düşünməyə qalxmadım axı, anlayıram ki, müəyyənləşdirirəm. Ona görə B-yə də çıxdıq. Qrafikdən istifadə edərək cismin hərəkətini riyazi funksiya kimi yazın. Bütün interval üçün hesablamalar aparın. Yəni vurun, toplayın, çıxın, bölün. Bunun üçün nə lazımdır? Bacarıq və anlayış. Bunu da silir. Bizə deyir ki, bacarıq və anlayış olmasın. Oradan çıxın deyir. 3-cü səviyyəyə doğru gedin deyir.
Qrafiki oxuyaraq sürətin artdığı və azaldığı hissələri artmasını, azalmasını hesablayırsınız, həll edirsiniz, vurursunuz, toplayırsınız, çıxırsınız. Yenə hələ ki 2-deyik, bizə 3 lazımdır. Qrafiki əsasən cismin hərəkəti üçün ən uyğun, ən lazım, ən mühüm olanı, yəni təhlil eləyin. Dəyərli müdavimlər, təhlil hardaydı? Təhlil etmək, nəticələri əsaslandırmaq. Bunlar sadəcə tətbiq eləmir də, eyni zamanda strateji şəkildə düşünüb yeni situasiyalara onları uyğunlaşdırırlar. Ən uyğun fiziki modeli seçib, alternativ modelin niyə uyğun olub olmadığını əsaslandırırlar. Öncəki sınaq izahlarının hər birində demişik, fikirləri əsaslandırmaq, məlumatları təhlil etmək hara aiddir? Strateji uyğunlaşma. Bizə də hara uyğunlaşdırın deyirlər, strateji olsun deyir. Bu da 3-cü səviyyə strateji uyğunlaşmaya aiddir. Düzgün cavabımız oldu Y variantı. Baxırıq, 3-cüsü çox gözəl sual idi, 2-ci sual. Baxırıq 3-cü suala. Cismin daxili enerjisi hesabına iş görə bilməsinə nümunə göstərin. Yəni, nümunə göstərin. Öyrənmişsiniz. İndi cismin daxili enerji mövzusunu keçmişəm. Nə gözəl. Cismin daxili enerji hesabına iş görə bilməsinə aid bir nümunə göstərin. Bu nümunədə deyin ki, cisim daxili enerji hesabına iş görə bilən nümunə gətirmək üçün başa düşmək, dərk etmək, anlamaq lazımdır. Anlamalısınız ki, nümunə gətirəsiniz. Dəyərli müdavimlər, gəlin təfəkkürlə hərəkət edin. Baxın. Bu hissələr belə işarə eləyir. Təfəkkürün növü tənqidi olarmı? Nümunə gətirmək niyə tənqidi olsun ki, araşdırdım, yoxladım, dəlil, sübut gətirdim? Yox. Nümunə gətirdim. Nümunə gətirmək üçün nə lazımdır? Məntiq. Bəli, dəyərli müdavim. Məntiq tapdıq ki, 100% məntiqdir. Yəni, sizə cavabı birbaşa da deyə bilərik. Sadəcə sizin üçün imtahanda sürətli variant çıxmaq üçün, yəni rahat yollara öyrədirəm ki, yəni bu variantlardan da çıxıb rahat şəkildə cavabı tapa biləsiniz. Burada nəsə tətbiq elədim mən. Nümunə göstərəndə nə tətbiq edirəm ki? Tutaq ki, biz bugünkü dərsi öyrəndik, dəyərli müdavimlər. Mən sizə sual verirəm ki, dərsdə bir dənə nümunə gətirin. Tətbiq eləməz, axı nümunə gətirin. Tətbiq edə çıxırsınız, münasibət mövqeyi bildirmədiniz, təhlil eləmədiniz, xatırlamadınız. Çünki nümunə gətirmək üçün anlamaq lazımdır, dərk eləmək lazımdır. Deməli, sualımızın cavabı nə olacaq? Konseptual, məntiq anlamaq mərhələsi. Başa düşmək lazımdır, anlamaq lazımdır. Konseptual bilikdir nümunə gətirmək üçün və nə lazımdır? Məntiq. Düzgün cavabımız oldu A variantı. Hətta imtahanda da belə variant çıxıb da tapa bilərsiniz ki, mən baxın burada tətbiq eləmədim, münasibət mövqeyi deyil ki, deyim ki, dəyərləndirmək, təhlil eləmədim, bir çox hissələr təhlil eləyim, içində ən mühüm, ən vacib olan elə bir şey eləmədim, xatırlamaq deyil, nümunə gətirmək üçün anlamaq, başa düşmək, dərk etmək lazımdır. Xatırlamağı da silin və son variantı avtomatik şəkildə belə tapa bilərsiniz. Yəni imtahanda da çalışın ki, dəyərli müdavimlər, variantlarla da hərəkət eləməyi bacarasınız ki, sürətli şəkildə cavabı tapasınız. Düzgün cavabımız oldu A variantı. Baxırıq 4-cü suala. Yay aylarında bəzi insanlar açıq rəngli, digərləri isə tünd rəngli geyimlər geyinir. Rənglərin istiliyi, udma fərqini nəzərə alaraq bu geyimlərin insanın dərisinin temperatura və tərləmə prosesini necə təsir etdiyini izah edin. Deməli, söhbət nədən gedir? Rənglərdən söhbət gedir. Bəziləri deyir, açıq rəngli geyinir, bəziləri tünd rəngli geyimlər geyinir. İnsan dərisinin temperaturuna və tərləmə prosesindən söhbət gedir. Temperatur dəyişməsindən, rənglər şüanı udur və yaxud da geri qaytarır. Bundan söhbət gedir. Yəni, fizika fənnidir bir tərəfi, onsuz da fizika fənninin sınağını işləyirik. Və bir isə tərləmə prosesindən söhbət gedir. İnsan dərisindən söhbət gedirsə, başqa bir fəndə keçid elədik, yoxsa ancaq fizikada qaldıq. Təbii ki, keçdik. Tərləmə prosesi biologiyadadır, insan dərisindən söhbət gedir. Bu başqa fəndə keçid elədiniz. Fənnin adını tapmaq məcburiyyətində deyilik. Sadəcə mən gördüm ki, fizika fənnindən artıq mən kənara çıxdım. Fənlərarası inteqrasiya varmı dəyərli müdavimlərimiz? Var. Fənlərarası inteqrasiya var burada. Və deyirəm ki, tərləmə prosesinə necə təsir etdiyini izah edin. İzah etmək üçün nə lazımdır dəyərli müdavimlər? İzah etmək üçün anlamaqdır. Bayaqki nümunə kimi. Nümunə gətirin, izah eləyin. Nə başa düşdünüz? Nə anladınız? Yəni, izah eləmək üçün nə lazımdır? Məntiq lazımdır, anlamaq lazımdır. Hətta gəlin inteqrasiyasına hərəkət eləyək. Baxın, belə bölürəm mən sizlər üçün rahat olsun deyə. Fən müstülü neynədik burada? Fən daxili deyil, fənlərarası olduğunu tapdıq ki, fizikada var. Burada insan dərisindən söhbət gedir, tərləmədən söhbət gedir. Bu başqa fəndə keçid edirik artıq. Fənlərarası anlamaq, məntiq. Təhlil, tənqidi. Təhlil, tənqidi niyə götürüm ki? Nə tənqidi təfəkkürümüzə şərait saldıq ki? Nə təhlil elədik biz burada? Sadəcə deyək ki, izah elə. İzah eləmək üçün məntiq, anlamaq olsa kifayət edir. Düzgün cavabımız oldu C variantı. Baxırıq sonuncu 5-ci suala. Məktəbin həyətində voleybol oyunu üçün
elastik tor qurulmalıdır. İdman müəllimi toru gərmək üçün hər iki başına eyni materialdan olan plastik iplər bağlayır. Lakin tor ya çox boş qalır, ya da çox sıxlaşır. Torun düzgün gərilməsini təmin edin. Yəni elə eləyin ki, bu tor çox boşda qalmasın. Çox sıx da olmasın da, düzgün şəkildə voleybolu biz oynaya bilək. Yəni öyrəndiklərimizi nə edirik? Burada bir növ praktika var da, tətbiq var. İndi oturduğumuz yerdə eləmirik ki biz bunu. Biz bunu öyrənməliyik. Toru elə hazırlamalıyıq ki, elə gəlməliyik ki, bu düzgün olsun, sıx da olmasın, çox boş da qalmasın. Bir növ biz bunu hazırlaya baxırıq da, praktika var burada. Burada nə mövcuddur? Tətbiq mövcuddur. Bəli, bu tətbiqdir. Görə tətbiq neçə yerdə var? Heç yerdə yoxdur, bir yerdədir. Və niyə boş qalır, niyə çox sıx olur və s. bunu da bilmək üçün məntiq lazım. Məntiqim olsa mən bilərəm ki, niyə boşdur, niyə sıxdır. O da məntiqi təfəkkür. Düzgün cavabımız oldu A variantı. Və yaxud da dəyərli müəllimlərimiz variantla hərəkət edin. Dəyərləndirmək nədir ki, mövqe bildirdik, qiymətləndirdik, əsaslandırdıq, nəsə elədik, yox. Nə yaratdıq ki, təzə model yaratmışıq biz burada, yox. Təhlil elədik, yox. Xatırlamaq mərhələsində əzbərçi bir məlumat var ki, burada yox idi. Deməli, düzgün cavabımız nə oldu dəyərli müəllimlər? Tətbiq etmək, məntiqi təfəkkür. Düzgün cavabımız oldu A variantı. Ümid edirəm ki, sınağın izahı sizlər üçün faydalı oldu.